Salam, bugün sizə 7-ci sinif biologiyadan səhifə 77-78 ümumiləşdirici tapşırıqların izahını verəcəm. Birinci sualla başlayaq. Qida piramidasının sxematik təsvirini dəftərinizə köçürün. Sizə məlum olan rasional qidalanma prinsiplərinə uyğun olaraq qida məhsullarının adını piramidanın müvafiq hissələrində yerləşdirin. Deməli, piramidanın ən aşağı hissəsində görürük ki, ölçü böyüdür. Yəni, daha çoxunu təşkil edəni biz piramidanın aşağı hissəsindən yuxarı hissəsinə doğru sıralayacağıq. Piramidanın ən aşağı hissəsində çörək və dənli bitkilər, bir də makaron olacaq. Yəni 9, daha sonra dənli bitkilər 9, 5, bir də makaron 9, 5, 7. Piramidanın bir üst hissəsində tərəvəz və meyvə olacaq. Yəni 1 və 2. Piramidanın bir üst hissəsində isə süd və ət olacaq. Süd məhsulları və ət. Yəni 8 ilə 8, bir də 6. Piramidanın ən üst hissəsində isə yağ və şirniyyat olacaq. Yəni 3, bir də 4. İkinci çalışmaya baxaq. Cədvəlin müvafiq xanasında true işarəsindən ilə istifadə edərək sağlamlığın probleminin İkinci çalışmaya diqqət yetirək. Cədvəlin müvafiq xanasında true işarəsi ilə sağlamlıq probleminin çəki azlığı və ya artıq çəki səbəbi ilə yarandığını qeyd edin. Biz artıq problemə baxırıq və çəki azlığındanmı, yoxsa artıq çəkidənmi yarandığını qeyd etmiş olacağıq. Saçların tökülməsi. Saçların tökülməsinə səbəb çəki azlığıdır. Piylənmə. Piylənmə isə artıq çəki ilə bağlı baş verən bir prosesdir. Daimi yorğunluq. Burada da çəki azlığından söhbət gedir. Ateroskleroz. Artıq çəki, baş gicərlənmə, çəki azlığı, yuxusuzluq, çəki azlığı, şəkərli diabet isə artıq çəki ilə bağlıdır. Keçək 3-cü sualın izahını verək. 3-cü sualda nə deyir? Verilmiş sözlərdən istifadə edərək cümlələri tamamlayın. Mobil telefon, bizə hansı sözlər verilib? Elektromaqnet şüa, asılılıq, immunitet və görmə. Mobil telefon elektromaqnet şüa ilə orqanizmin müdafiə mexanizmini zədələyir. Yəni, biri aid oldu nə? Elektromaqnet şüa. Telefonla işləyərkən insanın gözü praktik olaraq hərəkətsizdir. Bu, görmə qüsuruna səbəb ola bilər. İnsanın gözü hərəkətsiz, bu da görmə qüsuruna səbəb ola bilər. Yəni, 2 aid oldu görmə. Telefonun immunitet sağlamlığa zərər verir. Telefonun İnsanda telefondan asılılıq yarana bilər. Belə. Yəni, 1-ə aid oldu elektromaqnet şüa, 2-yə aid oldu görmə, 3-ə aid oldu immunitet, 4-ə isə aid oldu asılılıq. 4-cü suala baxaq. İnsanın davranışının hansı xüsusiyyətləri onun psixoloji sağlamlığına mənfi təsir göstərir? Mübahisədə emosiyalarını göstərmir. Emosiyaların ifadə olunmaması daxili gərginliyə səbəb ola bilər. Mübahisədə təslim olmur. Nəyə qadir olduğunu yaxşı bilir. Söhbət zamanı qarşıdakı insan arqumentinə fikir vermir. Bu da çünki nəyə görə? Burada sosial münasibətləri mənfi təsir göstərir. Deməli, aid oldu nə hələ ki? 1, 4, daha sonra 5-ə baxaq. Dostları və ailəyə qarşı kin saxlayır. Bu da pisli daxili narahatlıq və münasibət pozğunluqları yaradır. 1, 4 və 5. Yaradıcı işlərə həvəslidir. Bu, müsbət cəhətdir, mənfi təsir göstərmir. Daha sonra, daim özündən və hərəkətlərindən narazıdır. Baxın, bu da mənfi təsir göstərir. Nəyə görə? Çünki özünə güvəni və psixoloji rivahın azalmasına səbəb olur. Ətrafındakı insanlarla mehriban davranır. Bu da müsbət cəhətdə aid deyil. Yəni, mənfi cəhətə aid olanlar hansılar oldu? 1, 4, 5 və 7. 5-ci suala baxaq. Bədən kütlə indeksi bu düsturla hesablanır. Kütləni bölürük biz boyun kvadratına. M bədən kütləsi, insanın bədən kütləsi kiloqramla ölçülür. H isə insanın boyudur, metrlə ölçülür. Ölçü vahidi kimi kvadrat bölünsün, kiloqram bölüsü kvadrat metr alınır. Bədən kütlə indeksinizi hesablayın, diaqramla müqayisə edin. Siz bədən kütlə indeksinizi hesablayacaqsınız. Əgər 18-dən azdırsa, çox az çəki sayılır. 18-dən 25 arasıdırsa, normal çəki sayılır. 25 ilə 30 arasıdırsa, artıq çəki hesab olunur. 30-dan çox olanda isə artıq piylənmə hesab olunur. Bugünkü izahımız bura qədər. Kanalıma abunə olmayı və videonu like etməyi unutmayın.